söz deyirəm. Mən LinkedIn üçün CV düzəldə bilərsən sən. Düzəldərəm, amma dil biliyim var sənə. Hə da ingilis dilini orta bilirəm. Azərbaycan dili də öz dilimizdə, onu bilirəm. Rus dilində də birinci sinifə getmişəm. Belə üzündən oxumağı da başa düşürəm hamısını. Üzündən oxuya bilirəm. Danışılan da az-maz başa düşürəm da. Burası biraz gəlişdirməyin lazımdır sənə. Biraz şeydir. Sən orasını yaz, o intervyuda özümü gəlişdirəcəm. Sən oraların fikirləş. Həll eləyərəm, biraz həll eləyərəm. Bir dənə orada yaz. Əsas şeydir, dil biliyi olsun, başa düşdün? Onları yaz. Rus dilinin birinci sinifə getmişəm. Yadımda qalıb, belə oxuya bilirəm üzündən. Kiril əlifbasını vapşı qəşəng təmiz oxuyuram, özü də başa da düşürəm ha. Yəni onları bilirəm hamısını. Görək nə var bir dənə aralıq eləyərik, bir dənə mən qəşəng yerdə bir şəkildə çəkdirək də profilə qoymağa. Yox, çəkərik. Maraq. Çünki orada ham paylaşır. Görsünlər ki, bəs biz şeydə yəni bu işin peşəkarıyıq. Həll eləyərik. Əsas olardı, o dil biliklərini düzəltsən, onlar yaxşı olacaq. Bu dəfə məni çağıracaqlar. Həll eləyərik.